Salam əziz şagirdlər. Dövlət İmtahan Mərkəzinin fizika fənni üzrə nəşr etdirdiyi birinci hissə test toplusundan mexaniki iş bölməsi üzrə 86 nömrəli suala nəzər salaq. Deməli, suala diqqətlə baxaq. Yazır ki, bu bloklar sistemində 4M kütləli, yəni bax bu cismə təsir edən ipin gərilmə qüvvəsinin, ipin T gərilmə qüvvəsinin M kütləli sağdakı M kütləli cismə təsir edən ağırlıq qüvvəsinin gördüyü işə nisbətini hesablayın. Bir daha qısa deyək, deməli 4M kütləli cismə təsir edən ipin gərilmə qüvvəsinin, buradakı gərilmə qüvvəsinin bu cismə təsir edən ağırlıq qüvvəsinə nisbəti bizdən istənilir. Tamam. Buradakı gərilmə, buradakı ağırlıq, görülən işlərin nisbəti. Gərilmə, ağırlıq və görülən işlərin nisbəti. Mən nə edəcəm? İpdəki, bu ipdəki gərilmə qüvvəsini T ilə işarə edəcəm. Aydındır ki, eyni ipdə eyni gərilmə var. Uzanmayan ip, çəkisiz ipdən söhbət gedir. Vəssalam, T'ləri yazdım. İndi hər bir cisim üçün Newtonun ikinci qanununu tətbiq edək. Bu cismin ağırlıq qüvvəsi 4 mg'dir. Bunun üçün yazıram 4 mg minus T bu olacaqdır 2T. 4 mg'ni çəkmirəm, aydındır. 4 mg minus 2T bərabərdir. Deməli 4MA. İndi bu cisim üçün hərəkət tənliyini yazaq. Aydındır ki, 4M kütləli cisim aşağıya doğru hərəkət edəcək, M kütləli cisim isə yuxarıya doğru hərəkət edəcək. Onda olacaq T çıxılsın mg. T, yəni buna aiddir. T çıxılsın mg bərabərdir. M vurulsun. İndi burada bir məsələ var. Bu 4M kütləli cismin təcili A-dırsa, A ip 2A yükə bərabərdir. O zaman bunun təcili olacaqdır 2A. Bunun təcili A-dırsa, bu birisinin təcili 2A olacaqdır. M vurulsun 2A. Belə bir tənliklər sistemi əldə etmiş oluruq. Tamam mı? Tamam. Bunu biraz sağa sürüşdürün. İndi bu tənliklər sistemini həll edək. Niyə həll edək? Niyə buna ehtiyac var? Çünki biz bir tərəfdən gərilmə qüvvəsini, bir tərəfdən isə ağırlıq qüvvəsinin işini tapıb bir-birinə nisbətini təyin etməliyik. Mən T-ni tapmaq üçün aşağıdakı tənliyi 2-yə vuracam. Və tərəf-tərəfə çıxanda sağ tərəfə 0 edəcək. Deməli, 4 mg çıx mənfi 2 mg oldu 6 mg. Minus 2T, minus 4T. Bərabərdir, sağ tərəf oldu 0. Buradan T'ni əldə edəsək, olacaqdır 1.5 mg. 1.5 mg. Əla. T'ni mg ilə ifadə edirik. İndi son olaraq bir də sual oxuyaq. 4M kütləli cismə təsir edən ipin gərilmə qüvvəsinin 4M kütləli cisim budur. Onun bağlandığı ip budur. Həmin ipin gərilmə qüvvəsi 2T'dir. Deməli, 2T vurulsun. Bunun hərəkət zamanı bunun yer dəyişməsini H qəbul etsək, təcil A-dır, A-ya uyğun yer dəyişməsini H qəbul etsək, deməli, 2T gərilmə qüvvəsidir, vurulsun H, deyil, nisbətini təyin edin. Nəyə? Bu birisinin ağırlıq qüvvəsinin gördüyü işə. Digərinin ağırlıq qüvvəsi mg'dir, bölünsün mg, vurulsun. Əgər bunun yer dəyişməsi H-dırsa, bunun yer dəyişməsi olacaqdır 2H. H-ın 2H yükə bərabərdir münasibətindən. Mg vurulsun 2H. Bizdən bu nisbəti istəyir. Vəssalam. Bərabərdir. 2 vurulsun. T'nin yerinə indi tapdığım münasibəti 1.5 mg'ni yazıram. Vurulsun H. Bölünsün mg vurulsun 2H. Bərabərdir. Mg'lər ixtisar olunur, H'lər ixtisar olunur, 2'lər ixtisar olunur, 1.5. Deməli, soruşulan nisbət 1.5'ə bərabər olur. Belə.